Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Ötən mövzuda biz tövhid mövzusuna giriş etdik və dərsimizin, fənnimizin özü də elə tövhiddir. Və qeyd etdik ki, tövhid mövzusuna öyrənmək, tövhid mövzusunu anlamaq insanın öz həyatı üçün lazımlıdır və zəruridir. Və mən bir məsələni də qeyd etdim, sadəcə yadımdan çıxdı, o barədə danışa bilmədim. Kərbəla mövzusu barəsində. Əvvəlcə qeyd edək ki, Kərbəla mövzusunun özü Aşura hadisəsi ki, bəzi müştəhidlərə görə elə bu gün də Aşura, elə qismət oldu, yaxşı oldu, elə bu gün də danışırıq bu barədə. Ötən mövzuda danışmadıq, elə bu gün danışırıq. Kərbəla hadisəsinin özü elə tövhidin, yəni bir növ əks olunduğu hadisədir. İmam Hüseyn əleyhissalam və onun tərəfdarları Kərbəlada Allahın dinini qorumaq üçün tövhid ağacına bir növ Əhl-i Beyt qanı ilə suvarılır bugün. Çox önəmli bir hadisədir. Halbuki o qarşı tərəf ki var idi, onlar ya Allah deyib, belə deyək də, İmam Hüseynə ox atırdılar. Hətta bəziləri ki var idi, gedib dəstəmaz almışdı ki, gəlib İmam Hüseynə daş atsın. Yəni, görürsünüz, insanın elmi olmasa, nifaq əhlinin o vəsvəsələrinə uyğun hərəkət eləyəcək və azacaq öz yolunu. İnsanın gərək bir elmi də olmalıdır. İbadətlə yanaşı insanın elmi də olması zəruridir. Tək ibadət, şeytan və şeytanlaşmış insanlar gələcəklər, səni bu yoldan çıxardacaqlar. Bir situasiya baş verəcək, bir şəkkə düşəcəksən, şübhəyə düşəcəksən, elmin yoxdur deyə öz yolunu nə edəcəksən, azacaqsan. Ona görə insanın elmi də olmalıdır, ibadəti də, əməli də olmalıdır. O bəziləri gəldi, dəstəmaz aldı ki, getsin İmam Hüseyn əleyhissalama daş atsın. Görürsünüz, nə dərəcədə bu hadisənin, situasiyanı görün, nə dərəcədədir. Tövhid əhli ilə şeytan əhli üz-üzə gəlib. Nifaq əhli üz-üzə gəlib. Bir qrup döyüşür Allaha görə, Allahın dininə görə. Bir qrup döyüşür öz mənfəətinə görə. Və adını da qoyub Allah məsələsi kimi. O bəziləri ki deyir, bu iki ərəbin döyüşü idi bizə nə? Biz Azərbaycanlıyıq. Axı, baxın, burada milliyyət söhbəti getmir. Bu ərəb yox, Avropalı da olsaydı, İtalyan da olsaydı, nə bilim, Rus da olsaydı, başqa bir millətin nümayəndəsi də olsaydı, oradakı missiya ki var, bu missiyanın kökü gedir, dayanır tövhidə, Allaha dayanır, Allahın dinini qorumağa dayanır deyə. Ona görə qiyamətə qədər bu hadisə, bu Kərbəla hadisəsi unudulan deyil. Möminlərin qəlbindən, belə deyək də, silinən deyil. Bu bizim fitrətimizlə bir növ uyumlu hadisədir. İnsan ki o hadisələri ananda başlayır ağlamağa, inanın ki o insanın fitrəti ilə uyumludur. Kərbəla hadisəsi, belə deyək də, o hadisəsini anmaq bir növ insanın ruhiyyəsindən xəbər verir. Çünki bəziləri qayıdır, deyir ki, bu iki ərəbin döyüşü idi. Bəziləri deyir ki, İmam Hüseyn əleyhissalam öz, belə deyək də, taxtaca görə vuruşub. Bunlar nə dərəcədə düzgün sözlərdir? İnanın ki, bu sözümə ki, İmam Hüseyn əleyhissalam taxtaca görə əgər vuruşsaydı, ki, nəzubillah, bu belə bir şey olmayıb. Əgər vuruşsaydı, 1-2 ildən artıq sonra tarixin tozlu səhifələrində qalacaqdı bu hadisə. Gəlib günümüzə qədər çatmayacaqdı. Qiyamətə qədər getməyəcəkdi. Bu məsələnin özü tövhidlə bağlı olduğuna görə, Allahın dinini qorumaqla bağlı olduğuna görə, ona görə qiyamətə qədər gedəcək. Və bu din, o hadisə daim yaşayacaq. Peyğəmbərdən olan hədisdir. Peyğəmbər buyurur ki, İmam Hüseyn hidayət çırağı və nicat gəmisidir. Bu məhərrəmli ayı, səfər ayı, bu aylara diqqətlə yanaşmaq insanın elə öz ruhiyyəsi üçün xeyirlidir. Özü üçün xeyirlidir. İnanın ki, baxın da bilirsiniz də tarixdən hür
bir neçə saatın içində dəyişdi. Dəyişdi. Biz də hür kimi ola bilərik. O 10 günün çox əhəmiyyəti var idi. O 10 gün bitdi, amma yenə də üzülməyək. Məhərrəmliyə hələm davam edir. Bu ayda öz əməllərimizi düzəldək. İmamətə yaxınlaşaq, Əhl-i-Beyt əleyhissalamla ünsi rabitəni artıraq. İnanın ki, bu elə bizim Allaha qarşı mərifətimizin formalaşmağında çox böyük və əhəmiyyətli rola malikdir. İnsan tövhid anlayışını başa düşməsə, belə bir fikir formalaşacaq onda. Deyəcək ki, ya bu aləm öz-özünə yaranıb. Bir. Ya deyəcək ki, bu aləmi özü kimi bir varlıq yaradıb. Yəni bu aləmi başqa bir aləm yaradıb. Belə bir fikirlər dolaşacaq. Biz belə insanları gətirib Qurandan ayə, nümunə gətirə bilmərik. Çünki bu adam heç özü Allahı qəbul etmir. Biz başa salmalıyıq ki, axı sənin fikrin səhvdir. Bunu necə başa salaq? Əqli dəlillərlə. İnşallah ki, bu günlər biz toxunacaq İslamda idrak vasitələrinə. Amma ki, bundan əvvəl Allah Taala'nın isbatını vermək lazımdır. Bir qrup ki, söyləyir ki, aləm öz-özünə var olub. Xeyr, bu belə deyil. Çünki ehtiyaclı bir varlıq bir səbəbə ehtiyaclıdır. Yəni, çünki bu varlığın səbəbə ehtiyacı var. Əleykuməssalam. Zəhmət olmasa səssizə qoyardınız. Bəli, ehtiyaclı bir varlığın səbəbə ehtiyacı var. Yəni, öz-özünə yarana bilməz. Çünki özü ehtiyaclıdır. Çünki özü fanidir. Ona görə bir, belə deyək də, kamil bir varlığa, əzəli, əbədi, qədim, həy olan bir varlığa ehtiyaclıdır aləmin özü. Bir səbəbə ehtiyaclıdır. İmam Cəfər Sadiq əleyhissalamın bir dinsiz bir şəxslə görüşür və bu dinsiz bir şəxs, elə deyək də, Allahın varlığı barəsində sual verir imama. İmam buyurur ki, məgər görmürsənmi ki, sən bir tikili gördükdə onun bir ustası olduğu qənaətinə gəlirsən. Baxmayaraq ki, sən heç o ustanı görməmisən. Bir tikilini görürsən və deyirsən ki, bunu hansısa usta, hansısa bir sənətkar yaradıb. Bu boyda nizam intizamı görürsən, amma Allah barəsində düşünmürsən. Həqiqətən biz çox zülm edirik. Elə özümüzə zülm edirik. Allah anlayışını başa düşmürük. Tövhid anlayışını başa düşmürük. Nə qədər zəruri olduğunu anlamırıq. O qrup ki, qeyd etdim əvvəldə ki, dedi ki, aləm öz-özünə var olub. Axı deyirik ki, bu ehtiyaclı olan cismin özü nəyəsə ehtiyaclıdır axı. Bir səbəbə ehtiyaclıdır. Bu necə öz-özünə var ola bilər? Və yaxud da ki, bir qrup ki, gəldi, dedi, aləmi özü kimi bir varlıq yaradıb. Ehtiyaclı bir varlıq. Necə bir, belə deyək də, heç qəti elmi yoxdur da bunun. Necə digər bir varlığı yarada bilər? Bu özü fanidir, aradan gedəndir. Necə yarada bilər? Tutaq ki, lap yaradıb. Razılaşaq da, yaradıb. Bəs niyə görə ölüm məsələsi həll olunur? Axı, mən əbədi yaşamaq istəyirəm. Niyə görə yaşaya bilmirəm? Əslində, yaşayırıq ha, yəni məad məsələsində. Sadəcə bu, o ateistlərədir ki, mənim sözüm ki, deyir ki, aləmi özü kimi bir varlıq yaratdı, başqa bir aləm yaratdı, Allah məsələsini axı inkar edirlər. Biz onlara dəlil gətirməliyik, əqli dəlildə. Mən də onlara deyirəm ki, axı, mən ömürlük yaşamaq istəyirəm. Mən problem çəkmək istəmirəm. Mən, belə deyək, xoşbəxt olmaq istəyirəm. Amma bunların heç biri olmur. Çətinlik çəkirəm. Həyatımda problemlər olur. Müxtəlif çətin situasiyalarla qarşılaşıram. Niyə? Səbəb nədir? Axı, başqa bir aləm, buna bənzər bir aləm yaradıbsa, niyə görə bu problemlər ortadadır? Niyə görə? Bəzi bir qrup da deyir ki, bizi ata-babalarımız yaradıb. Bilmirəm, rastlaşmısınız belələri ilə ya yox. Deyir ki, insanlar, nə bilim, əvvəl başqa cür oldular, sonra formalaşıblar, günümüzdəki insan halına alıblar. Axı, heç ata-babalarımızın
bizim belə deyək də daxilimizdə gedən heç proseslərə, o daxildə gedən proseslər var, heç onlar barəsində qəti elmlər olmayıb. Biz ürəyimizin necə döndüyünü bilirik. Yəni bilirik ki, ürək döyünür, necə döyünür. Nə bilim, mədə parçalayır, necə parçalayır, böyrək süzür, necə süzür. Biz onları heç başa düşmürük. O ki qaldı ki, nəyisə yaradaq. Nəyisə yaradaq. Deməli ki, 2 dənə nəticəmiz oldu. Ehtiyaclı varlığın bir səbəbə ehtiyacı var. Səbəbə ehtiyacı var. Ehtiyaclı bir varlıq, aləm başqa bir aləmi yarada bilməz. Və bunlar zəruri edir ki, 3-cü fikir, bizim fikrimiz, aləmi, tayı, bərabəri olmayan, sonsuz qüdrətin, hikmətin, əzəmətin sahibi olan Allah mütəal yaratmışdır. Allah Teala yaratmışdır. Bir hədis var, Əbül Ovca adlı bir şəxs idi. Gəldi İmam Cəfər Sadiq əleyhissalamın yanına. Dedi ki, mən də yaradıram. İmam buyurdu ki, necə yaradırsan? Siz məni bağışlayın, izləyicilər də bağışlasın. Dedi ki, bir yerə nəcis ifraz eləyirəm. Orada indi bir müddətdən sonra qurdlar əmələ gəlirdi. Deyir, o qurdları mən yaratdım da. İmam da qəşəng belə deyək ki, əqli bir sual verir ona. Deyir ki, o qurdlar ki var, o qurdların sən dişisini erkəyindən ayıra bilirsən. Neçə dənə dişidir, neçə dənə erkəkdir. Əbül Ovca qalır belə. Nə cavab versin? Deyir, axı İmam buyurur ki, yaratmısansa sənin qəti elmin olmalıdır. Bu dişidir, erkəkdir, nədir bu? Axı bunu heç özü yaratmıyor. Ola bilər belə deyək ki, biz hansısa işləri görürük. Axı bu resursları bizə verən kimdir? Allah Teala'dır da. Allah Teala'dır. Və biz buna görə həmd etməliyik, şükür etməliyik Allaha. Həqiqətən o nemətləri bizə verib. Əfsuslar olsun ki, bəzən biz şükür etmirik və həmin nemətləri itirəndə başa düşürük ki, bizə o nemətlər nə qədər də əhəmiyyətli idi. İnsan görməyəndə görməyin belə deyə qədrini bilir, eşitməyəndə eşitməyin qədrini bilir, qocalanda gəncliyinin qədrini bilir. Bunlar hamısı resursdur, hamısı sərmayədir. Allah Teala bunları verib bizə və biz bundan düzgün şəkildə istifadə etməliyik. İnsan başa düşməlidir. Bu nizama, intizama baxanda biz Allahı başa düşməliyik. Başa düşməliyik ki, bu aləmin bir yaradıcısı var. İmam buyurdu ki, məgər görmürsənmi ki, sən bir tikilinin yanından keçəndə onun bir ustası olduğu qənaətinə gəlirsən. Mənim başıma gəlib bir böyük bir məscid var idi, adı yadımdan çıxıb. Orada daxil olanda gördüm ki, çox yuxarıda bir pəncərə var. Onun yanında belə deyək də nəqqaşlıqla qeydlər var. Düşündüm ki, bunu kim yazıb da, yəni həqiqətən halal olsun da onu yazana, o pəncərəni qoyana. Görürsünüz, heç mən o ustanın özünü görməmişəm, o rəssamın, xəttatın özünü görməmişəm, amma bu qənaətə gəlirəm. Bu boyda aləmdəki nizamı görüb, amma əfsuslar olsun ki, insanlar Allahın olduğu qənaətinə gəlmirlər. Əzizlər, onsuz da göndərəcəm mən sizə mövzunu. Çox da danışmaq istəmirəm, çox da sizin vaxtınızı almaq istəmirəm. Bir neçə dənə Quran-ı Kərimdən ayə gətirəcəm, sonra keçəcəyik İslamda idrak vasitələrinə. Quran-ı Kərimdə ayə var, Tur surəsinin 35 və 36-cı ayəsi. Məgər onlar başqa bir şeydən yaranıblar? Allah Teala deyir, məgər onlar başqa bir şeydən yaranıblar? Yoxsa özlərinin yaradanıdırlar? Sual verir Allah. Yoxsa göyləri və yeri onlar yaradıblar? Allah Teala sual verir. Ritorik sual da bir növ. Əksinə onların heç yəqinlikləri yoxdur. Heç nə barəsində yəqinlikləri yoxdur. O Firon ki deyirdi mən Rəbbəm, Nəmrud ki deyirdi mən Rəbbəm, onların deyir heç nələri yoxdur. Onların elə özlərini mən yaratmışam. Allah deyir. Allah Teala deyir. Zariyat surəsinin 21-ci ayəsində Əziz Allahımız buyurur ki, sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz? İnsan özünə baxanda Allahı tanıyır, Allahı başa düşür, Allah anlayışını başa düşür. Peyğəmbərdən olan hədisdə buyurulur ki, kim özünü tanısa Rəbbini tanıyar.
Kim özünü tanısa. Özünə baxırsan, görürsən ki, mənim qolumda belə deyək də artıq ət yoxdur. Yəni ki, hamısı düzə, yəni çox rəssamlıq bir əsərik də bizim özümüz. Bir əsərik bizim özümüz. Və bu əsərin bir yaradıcısı var. O da Allahdır. Niyə görə belə çox vurğulayıram? Çünki zehinlərdə bir fikir formalaşdırmaq istəyirəm. Biz Allah Taala'ya ehtiyaclıyıq. Bu günləri əgər mən burada danışıramsa, bu nəfəsi, bu belə deyək, dili mənə verən kimdir? Rəbbimdir. Mən nəyə görə təkəbbürlənməliyəm ki, mən bu günləri mənim elmim var? O elmi mənə verən Allahdır. Gedərəm, bir hadisə baş verər, yaddaşım itər. Əgər bu elm qəti şəkildə mənim idisə, niyə görə tutub saxlaya bilmədim? Niyə görə aradan getdi? Deməli, aləmin bir yaradıcısı var. Aləmin bir yaradıcısı var. Hədislərdə buyurulur ki, İmam buyurur, İmam Cəfər Sadiq əleyhissalam aləmin yaradılması barəsində bir nəfər gəlir deyir, aləmin yaradılması barəsində dəlil nədir? İmam buyurur, dəlillərin çoxusu elə özümdəndir. Elə özümdəndir. Çünki deyir, özümə baxdıqda görürəm ki, iki haldan birindəyəm. İki haldan birindəyəm. Ya mən var olan halda özümü yaratmışam. Bu qeyri-mümkün. Çünki birinci fəlsəfənin qayda qanunları var. Birinci dəfə yaradılan bir şey ikinci dəfə yaradılmaz. Bu qeyri-mümkündür. Vardısa vardır. Yəni bu var olan bir şeyi necə ikinci dəfə yarada bilərsən? Qeyri-mümkündür. İmam da buyurur ki, ya mən var olan halda özümü yaratmışam, bu qeyri-mümkündür. Davamında buyurur ki, ya da mən yox olan halda özümü yaratmışam. Bu da deyir qeyri-mümkündür. Çünki yox idimsə özümü necə yaratdım? Özümü necə yaratdım? Və hər iki yolun batil olduğunu bilirəm. Ağla zidd olduğunu bilirəm. Və bunu gördükdən sonra başa düşürəm ki, məni başqa bir yaradan və idarə edən var. Gördünüz necə izah verir. Hüseyn ibn Xaliddən rəvayət olunur ki, bir kişi İmam Əli ibn Musa Rızanın yanına daxil oldu və belə dedi: Ey Peyğəmbər övladı, aləmin sonradan yaradılmasının dəlili nədir? İmam buyurdu: Sən əvvəl yox idin, sonra var oldun. Sən özünü yaratmadığını bilirsən. Həmçinin sənin kimi olan bir kəsin də yaratmadığını bilirsən. Onda yerdə nə qalır? O bayaq əvvəldə dediyim 2 dənə qrup var deyə məhv oldu getdi də. Dedi ki, aləmi özü kimi bir aləm yaradıb. Məhv oldu getdi. Əqli dəlillə sübutunu verdi. Bir qrup da dedi ki, aləm öz-özünə var olub. Yoxdan var olub. Bu da məhv oldu getdi. Aradan getdi. İmam buyurur ki, həmçinin sənin kimi olan bir kəsin də yaratmadığını bilirsən. Onda 3-cü qrup qalır. Deməli, bizi, bu aləmi, bu nizamı, bu intizamı quran, yaradan yaradıcı var. Və biz də ona Allah deyirik. Allah deyirik. İnşallah Allah qismət eləsin. Allah bizə ömür versin. Yəni bu dərslərdə iştirak edək, bu elmləri mərifətə çevirək. Həyatımızda önəmli olsun həqiqətən bu elmlər. Qismət olsun, gələn mövzularda Allah, ilahlığın xüsusiyyətləri barəsində danışacağıq. Allahın təkliyi barəsində. Bəlkə 2 dənə Allah var, bəlkə 3 dənə Allah var. Niyə görə biz tək Allah deyirik? Var. Axı bunun bir əqli dəlili olmalıdır. Bu barədə danışacağıq. Mövzuları göndərəcəm sizə, oxuyacaqsınız öz yerində. Amma ki, mən istəyirəm vaxtınızı da almadan keçim İslamda idrak vasitələrinə. Ki, insan həqiqətləri necə görür, necə başa düşür. İslamda idrak vasitələri bölünür 3 hissəyə. Bir var hiss. Buna deyərlər empirik idrak. Toxunuram, başa düşürəm ki, bərkdir. Toxunuram, başa düşürəm ki, yumuşaqdır. Nə bilim, dadıram, deyirəm acıdır, şirindir. Görürəm, eşidirəm. Bunları hamısı informasiyadır. Həqiqətləri ayırt etmək üçün bir üsuldur. Buna deyərlər empirik idrak. Bundan biri də yuxarıda, yəni bir mərhələ yuxarı əqildir. Əqil. Buna deyərlər rasional idrak. Yəni əqil müəyyən hüdudlar daxilində xüsusi qayda qanunlar əsasında həqiqəti kəşf edir. Kəşf etməyə qadirdir. Amma ki, dedim axı müəyyən hüdudlar daxilində.
müəyyən hüdudlar daxilində. Deməli, bundan bir mərhələdə yuxarı var. Daha doğrusu bir növdə var. Buna deyərlər vəhiy. Vəhiy, yəni uca məqamlı və seçilmiş insanların qeyb aləmi ilə əlaqə qurmasıdır. Ki, peyğəmbərlər, imamlar, məsumlar, Qurani-Kərimi özü elə vəhiy kitabıdır. Vəhiy kitabıdır. Allah Taala'nın bizə göndərdiyi ayələrdir. Və bir şey yadınızda saxlayın ki, nemətlərdən də ən böyüyü elə Qurani-Kərimdir, imamətdir, peyğəmbərlərdir və onlar gəlib hamı özünü düşünsün. Bir dənə hamı özünü düşünsün. Bu aləm yaranıb mənim üçün. Allah peyğəmbər göndərib mənim üçün. Allah kitab göndərib, Quran göndərib, Tövrat göndərib, İncil göndərib, Zəbur göndərib, peyğəmbərlərə səhifələr göndərilib. Kimin üçün? Mənim üçün. Deməli, məni sevir. Deməli, məni istəyir ki, mən düz yolda olum. Mən düz formalaşım. Ali ləzzətləri qəbul edim. İnşallah ki, bu barədə geniş bir bəhs açmaq olar ki, adi ləzzət nədir, ali ləzzət nədir, adi həyat nədir, ali həyat nədir? Bəli, başa düşdük ki, bir var empirik idrak, bir var rasional idrak. Ona dedilər əql, empirik idrak, hiss. Bir də var vəhiy. Vəhiy, yəni ki, belə deyək də, Quranın özü, peyğəmbərin Allah Taala'nın, yəni qeyb aləmi ilə qurduğu kontakt, gəlib bizə dediyi sözlər. Qurani-Kərimdə 2 dənə ayə nümunə gətirəcəm. Biri Nəhl surəsinin 78-ci ayəsidir ki, orada buyurulur, Allah sizi analarınızın bətinlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Nəsə bilirdik, yox, bilmirdik. Sonra sizə qulaq, göz, qəlb verdi ki, bəlkə şükr edəsiniz. Alimlər buyurur ki, qulaq, göz, qəlb. Oradakı qəlb əqlə işarədir. Əqlə işarədir. Və sonra deyir ki, əziz Allahımız buyurur ki, bəlkə şükr edəsiniz. Yəni, onun mahiyyətini dərk edəsiniz. Nəinki mənim sizin şükrünüzə ehtiyacım var, ha? O mahiyyəti dərk edəsiniz, şükür edəsiniz. Bu sizin özünüzə xeyirlidir. İnsan, ötən mövzuda dedim, tövhid anlayışını başa düşsə depressiya düşməz. İnsan tövhid anlayışını başa düşsə gedib harama mürtəkib olmaz. Və yaxud da ki, vəhiy ilə bağlı ayə. Ya Muhammed, Nəhl surəsinin 43-cü ayəsi. Ya Muhammed, biz səndən əvvəl də özlərinə vəhiy etdiyimiz, ancaq kişi peyğəmbərlər göndərmişdik. Əgər bunu bilmirsinizsə, zikr, yəni elm əhlindən soruşun. Elm əhli o vəhiyin tərifində dedim, uca məqamlı şəxslərin qeyb aləmi ilə kontaktı. Deməli, biz Qurani-Kərimi oxuyanda ola bilər ki, bəzi ayələri başa düşməyək. Çünki Quranın bir mütəvatir ayələri var. Yəni bilirik ki, burada Allah Taala nəsə deyir. Yəni konkret başa düşürük onu. Misal üçün donuz əti haramdır. Başa düşdük, başa düşdük. Bir də var ki, misal üçün mütəşabih ayədir. Əlif, ləm, ra surələrin əvvəlində gələn müxtəlif hərflər var. Bunu gedib biz peyğəmbərdən soruşaq, elm əhlindən soruşaq, imamlardan, məsumlardan soruşaq ki, əziz Allahımız burada nə buyurur? Və yaxud da ki, o ayələrdə xüsusi gizlənmiş nöqtələr var. Onu biz kimdən soruşmalıyıq? Elm əhlindən soruşmalıyıq. Elm əhlindən soruşmalıyıq. Bəli, davam edirik. Və bunu da qeyd edək ki, vəhiy gəlir əqlin fövqündə söz deyir. Nəinki əqlin ziddinə söz deyir. Misal, bəzi insanlar gəlir Quran-Kərimi oxuyur, xüsusilə Azərbaycan dilində oxuyur və gəlir deyir ki, Quranda ziddiyyət var. Mən bir neçə ateist görmüşəm, bəlkə də sizlər də tanıyırsınız, canlı yayımlar falan açırlar. Deyir, Quranda ziddiyyət var. Adam Azərbaycan dilində oxuyur ayəni və bilirik ki, ərəb leksikonu daha genişdir. Bunu dilçilərdən də soruşa bilərsiniz. Yəni, ərəb dilində müəllimim var idi, Allah ona razı olsun, hələmdə var, yaşayır, bismillah. Hələmdə yaşayır, Allah elminə bərəkət versin. O mənə demişdi ki, deyir, ərəb dilində 50 dənə dəvə sözü var. Nə bilim, dəvənin 1 yaşlısına nə deyilir, 2 yaşlısına nə deyilir, təzə dünyaya gəlmişinə nə deyilir. İnsan Azərbaycan dilində ayəni oxuyur və deyir ki, burada ziddiyyət var. Başa düşmür. Vəhiy əqlin fövqündə söz deyir. Əqlin hüdudlarından kənar söz deyir. Bəzi onu başa düşmürük. Çünki vəhiy daha genişdir.
daha genişdir. Əql daha dar bir sferadır. Elə bir belə deyim də, necə deyim, 3 dənə silindirdə iç-içədir. His, ondan biraz böyük əql, ondan biraz böyük vəhiy. Və vəhiy gəlir, əqlin fövqündə söz deyir. Nəinki əqlin ziddinə söz deyir. Və Peyğəmbər, Nəbi, Rəsul gəlir, bizə nəyi göstərir? Bir əməli vəzifələrimizi göstərir, bir də əqidəni göstərir. Deyir, belə etməlisən, elə etməlisən. Və insan, bəzi insanlar var da, gəlir, körkəranə dini qəbul edir. Bu düzgün bir yanaşma deyil. İnsan körkəranə dini qəbul edirsə, Allah Təala da heç bunu bəyənməz. Çünki insanın bir elmi olmalıdır. İnsan bir axı bu vasitələr qoyulub da məndə həqiqəti kəşf etmə vasitələri. Bunlardan istifadə etməliyəm ya yox? Oxumalıyam, öyrənməliyəm, düşünməliyəm. Quranın elə ilk ayəsi oxu ilə başlayır. Oxu Rəbbinin adı ilə. Oxu Rəbbinin adı ilə. Tək Quran yox. Bu həyatdakı hadisələrə, situasiyalara baxmalıyam, düşünməliyəm. Və düşündükcə Allahı, o tövhid anlayışını daha dərindən mənimsəyəcəm. İnanın ki, həyatımıza təsir olacaq. İnanın ki, həyatımız üçün çox önəmlidir. İnanın ki, belə deyim də, biraz gündə 10 dəqiqə, 20 dəqiqə başlayın həyatı təhlil etməyə və o situasiyalarda Allahı görün. Bir 20 gündən sonra, 30 gündən sonra qismət olar danışarıq. Öz həyatınızda nələr dəyişdi, onu mənə deyərsiniz. Mən bu mövzuları ki, hazırlaşıram sizə gəlib çatdırmaq üçün oxuduqca elə bir daha da aydınlanıram. Daha da aydınlanıram. Amma əfsuslar olsa ki, bəziləri gəlir, Quranı elə bir ayəsin, əlində bayraq saxlayır, deyir ki, ziddiyyət var burada. Adam ərəbcə oxuya bilmir, 1. Adam təfsir bilmir, 2. Adamın elmi yoxdur, 3. Adam gəlir Azərbaycan dilində oxuyur, deyir ki, ziddiyyət var. Hə, gəl indi beləsi ilə söhbət apar. Adama başa salsan ki, sən başa düşmürsən buna. Vəhiy əqlin fövqündə söz deyir. Nəinki onun ziddinə söz deyir. Və insan başa düşməlidir ki, həqiqətləri kəşf etməlidir. Və bu həqiqətlər onsuz da həqiqətdir. Kim nə deyir desin, həqiqət həqiqətdir. Bəziləri desin ki, Allah yoxdur. Onların yox deməyinə yox olur. Baxı, bu nizamın bir qurucusu var, yaradıcısı var. Onların yox deməyinə yox olur. Biz onlara başa salırıq, izah eləyirik. İndi başa düşər, düşməz. Öz problemidir. Öz problemidir. Sadəcə tövhid anlayışı çox önəmlidir insanın həyatı üçün. İnsanın kamilləşməsi üçün. Bunlara usul-i-din ümumiyyətlə önəmlidir. Mən məsləhət görürəm hər birinizə, əqaid elmlərinə qoşulun. O elmlərdən bəhrələnin, o üzrə kitablar oxuyun, alimlərlə görüşün, söhbət aparın. Əqaid nədir? Yəni ki, tövhid, nübüvvət, imamət, məad məsələləri. Bu məsələləri dərk edin. İnsan bu məsələləri dərk etdikcə kamilləşəcək və gələcək hansı formanı alacaq? Artıq heç kiminə asılı olmayacaq. Mən bir kəs görmüşdüm, o kəslə söhbət apardım. Özü dindar idi, amma deyirdi ki, mən aləmi saxlamaq üçün haram işlə məşğul olmalıyam da. İnsan özü namaz qılandır, amma ki, tövhid anlayışını başa düşmür. Bilmir ki, ona ruzini verən Allahdır. Bunu dərk etmir. Dərk etsə belə bir iş görməz. İnan ki, o haramdan qazanılan bir şeyin bərəkəti olmayacaq. Burada məndən yaşça böyüklər var. Burada həyat təcrübəsinə məndən çox şamil olan kəslər var. Və onlar mənim nə dediyimi daha yaxşı şəkildə başa düşür. Təşəkkürlərimi bildirirəm. Bugünkü mövzumuz bu qədər idi. Ümid edirəm ki, sizdə də bir fikir formalaşdıra bildim. Kimisə nəsə sualı varsa versin sualların, yekunlaşdıraq bu mövzunu. İnşallah qismət olar. Gələn mövzuda Allahın təkliyi barəsində danışarıq və varlıq aləmi İslam dünya görüşündə bu barədə danışarıq. Şəmistan bəy, sualınız varsa bildirin inşallah. Yoxsa yekunlaşdıraq. Demişdik, Kərbəla haqqında da danışacağıq. Əvvəldə mən qeyd etdim. Əvvəldə bir 5-10 dəqiqə danışdım o barədə. Nəsə qaranlıq məqam qalırsa sizə onunla bağlı sualınızı verə bilərsiniz. YouTube'da da belə izləyərsiniz inşallah. Yoxdur, minnətdaram. Təşəkkürlərimi bildirirəm, var olasınız. Allah elminizə bərəkət versin. Allah sizlərdən də razı olsun ki, mənə dözürsünüz, vaxtınızı ayırırsınız. Allah sizi Qurandan, Əhl-i Beytdən
İmam Zamandan, İmam Hüseyin əleyhissalamdan, Kərbəladan ayrı salmasın. İnşallah qismət olsun, Allah ömür versin, bu mövzuları, tövhid bəhsini Kərbəlada danışaq. Təşəkkürlər bildirirəm, var olasınız. Allah razı olsun.